Sən dostum, bir də sənin xoşbəxtliyin və uğurun, 99% xoşbəxtliyin və uğurun arasında 2 dənə 1%lik maneə var. O 2 dənə 1%lik maneə səni qoymur o 99% xoşbəxtlik və uğura nail olasan. Bu bilsən nədir? O, biri qorxu adlı cizgidir, biri də risk adlı təpə. Bu ikisini aşsan 99% xoşbəxtlik orada səni gözləyir. Sən onu aşa bilmirsən. Sən qorxularını tanımırsan. Qorxular əzizim, o demək deyirsən, mənə gəlib döyək, təpiyin altına da sala bilərsən. O özü bir qorxudur. Qorxu, bax, evdə uşaq 3 alıb gəlib dərsdən, sən beynin bir dənə siqnal bilir. Öləsən. Onu qorxu kimi sənə siqnalı göndərir. Sən onu anlamırsan. Tez hissənirsən, əsəbləşirsən. Yemək qoyublar qabağa, qaşıq qoymayıblar. Beyin eyni siqnalı görür. Dinozavr, qorxu, sən anlamırsan, yenə əsəbləşirsən. Bunlar hər bir qorxudur. Bax, bu günləri müasir dünyamızda innovasiyanın təməlini bilirsiniz kimlər qoyur? Yeniliyin, inkişafın. 3 tip insan bax, o insanlar ki, onların qorxu və risk problemi yoxdur. Onlar haqqında ayrıca sizə danışacağım. Bu bir dəhşətdir. O insanlar, bax, innovasiyanın təməlini qoyan insanlar, narsistlər, şizoidlər, bir də şizofrenlər. Bu 3 tip insandır. Çünki onlar riskdən qorxmur, onlar hep dəliliyə edirlər. Və uğura da həmişə onlar imza atır, yeniliyə də onlar imza atır.